Smart kart tipli qaz sayğacları üzərinə smart qurğular quraşdırılmış mexaniki sayğaclarla əvəz olunacaq. Çip texnologiyasından idarə olunacaq. Hər hansı bir binada sızma, qəza zad baş verərkən dərhal kənardan bir siqnalla bu sayğaclar dayandırıla bilir. Qaz təchizatını kəsə bilirlər ki, yayılmasın binada yanğın, sızma və s. Abonent özü də məsafədən bloklaya bilər. Məsələn, uzaq bir yerə gedib, başqa bir şəhərə biraz qalıb uzanıb işi qayıtmağa gec çəkirsə, bu artıq onu məsafədən bloklayacaq ki, hər hansı bir təhlükə baş verməsin. Qaz sayğaclarının dəyişdirilməsi bəzi abonentlər tərəfindən birmənalı qarşılanmır. Əvvəla razılıq lazım deyil, amma dəyişdirəndə abonentin iştirakı vacibdir. Çünki sonra abonentə şübhə yaradır ki, özləri artıq yazdılar, nə bilmən, apardılar, başqa müdaxilə elədilər. Bura şübhə yaranır. Azəriqaz İstehsalat Birliyindən bildirildi ki, enerji resurslarından səmərəli istifadə haqqında qanunun tələblərinə əsasən artıq abunəçilər smart, yəni ağıllı qaz sayğacları ilə təchiz edilməlidir. Smart kart tipli qaz sayğacları offline rejimdə çalışır və onlar ağıllı qaz sayğacı tələblərinə uyğun gəlmir. Yeni qurğular sayəsində sayğacılar ağıllı sayğac tələblərinə tam cavab verəcək. Bu sistemin üstünlükləri informasiya müasir kommunikasiya vasitələri ilə ötürüləcək. Həm istehlakçı, həm də qaz paylayıcı saatlıq və günlük qaz sərfiyyatını anında izləyə biləcək. Qanunvericilikdə artıq smart kart anlayışı smart anlayışı ilə əvəz olunub. Qeyd edək ki, hazırda işlər pilot layihə olaraq həyata keçirilir. Növbəti ildən daha geniş miqyasda aparılacaq.